Soyuq bir qış gecəsidir. 19 yanvar 2026-cı il. İlk qar dənizçiləri mələklərin vasitəsilə yer üzünə düşməkdədir. Məğrib ilə işa namazı arasında bir fürsət yaranır ki, iman əhli Allah'a zikr etmək üçün bir araya toplaşır. Çöldə həzin-həzin yağan qar dənizçiləri ilə yanaşı, mələklərin də şahidlik etdiyi Allah üçün bir yerə yığışan o toplum, Ramazan ayını həsrətlə gözləməkdə və o aya hazırlaşmaqdadır. Sobanın istiliyi artdıqca, söhbətin şirinliyi də qəlblərə yayılır. Sevinç dolu məkanın hərarəti yüksəlir, sözlər isinir. Elə bu anda çöldə yağan qar daha da sürətlənir, sanki göylər də bu məclisə qoşulur. Dilimizdəki dualarımız, şirin savab dolu söhbətlərimiz Ramazan ayını bizə biraz da yaxınlaşdırır.